Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir. Təhlillər sisteminə aid verilib ki, əvəz etmə üsulu ilə həll edin. Gəlin bu 5-ci testdə və 6-cı testdə əvəz etmə üsulu ilə təhlillər sisteminin həllərinə baxaq. Deməli, başlayırıq test 5-də birinci sualdan. Deməli, verilib ki, A üstəgəlsin B bərabərdir 2-yə. 2A üstəgəlsin 3B bərabərdir 5-ə. Gəlin buradan A-nı tapaq görək nə ala bilirik. A nəyə bərabər olur? 2 çıxılsın B. Düz. Gətirib burada yerinə yazacağım. Olacaq 2 vurulsun 2 çıxılsın B üstəgəlsin 3B bərabərdir 5-ə. Vurub açaq mötərizəni. 4 çıxılsın 2B üstəgəlsin 3B bərabərdir 5. Burada mənfi 2B üstəgəlsin 3. Neçə olacaq? Müsbət B bərabərdir 5 çıxılsın 4-ə. B-mi tapdıq neçə? 1. B 1-dirsə, gətirib buradan A-nı da tapa bilərik. Nə olacaq? A bərabər nəyə? 2 çıxılsın 1, yəni 1-ə. Deməli, A da 1-dir, B də 1-dir. Baxırıq ikinciyə. Deməli, ikincidə nə verilib? A çıxılsın 2B bərabərdir 0-a. A üstəgəlsin B bərabərdir 9-a. Burada qiymətin yazaq yerinə. Deməli, biz buradan A-ya tapdıq 1, B-yə tapdıq 1. İkinci sualda deməli baxırdıq. Buradan gəlin belə yazaq. A nəyə bərabərdir? 9 çıxılsın B. Düz. A-nın yerinə yaza bilərəm. 9 çıxılsın B çıxılsın 2B bərabərdir 0-a. Mənfi B çıxılsın 2B olacaq mənfi 3B bərabərdir. 9 keçir digər tərəfə olur mənfi 9. B nəyə bərabər olur? 3-ə. B-ni 3 aldımsa, gəlib buradan A-nı tapım. Nəyə bərabər olacaq? A bərabər olacaq 9 çıxılsın 3, yəni 6. A-nı tapdıq 6, B-ni tapdıq 3. Baxıram 3-cü suala. 3-cü sualda A çıxılsın B bərabərdir 0. 3A çıxılsın 2B bərabərdir 3-ə. Buradan artıq görürəm ki, A nəyə bərabərdir? A B-yə bərabərdirsə, gətirib A-ların yerinə B yazaram. Olacaq 3 vurulsun B çıxılsın 2B bərabərdir 3. 3B-dən 2B-ni çıxıram. B-ni də tapıram neçə? 3. Deməli, B 3-dürsə, A da 3-dür. A3, B3. A3, B3. Dördüncü suala baxıram. Deməli, verilib 3A üstəgəlsin 5B bərabərdir 9. A çıxılsın 2B bərabərdir 4. Buradan deməli, mən A-nı yazaram nə? 4 üstəgəlsin 2B. Həmən bu A-nı gətirib burada A-nın yerinə əvəz etsəm, nə olacaq? 3 vurulsun 4 üstəgəlsin 2B, üstəgəlsin 5B bərabərdir 9. 12 üstəgəlsin 6B, üstəgəlsin 5B bərabərdir 9. 6B, 5B. 11B bərabərdir 9 çıxılsın 12. Buradan 11B nəyə bərabərdir? Deməli, mənfi 3-ə. 11B mənfi 3-dür. Birinci dəqiqə. Deməli, buradan da B-ni neçə tapırıq? Mənfi 11-də 3. B-ni mənfi 11-də 3 aldıq. Gətirib buradan da A-nı taparam. A nəyə bərabərdir? 4 üstəgəlsin 2 vurulsun mənfi 11-də 3. Bu da nəyə bərabərdir? A bərabərdir 4 çıxılsın 11-də 6. A da aldı bu ifadəni. Deməli, baxırıq 5-ci suala. A üstəgəlsin B bərabərdir 1-ə. 5A çıxılsın 2B bərabərdir mənfi 16-ya. Buradan A nəyə bərabərdir? 1 çıxılsın B. Yerinə yazsam olacaq 5 vurulsun 1 çıxılsın B çıxılsın 2B bərabərdir mənfi 16-ya. Buradan 5 çıxılsın 5B çıxılsın 2B bərabərdir mənfi 16. Mənfi 7B bərabərdir deməli mənfi 21. Buradan B nəyə bərabərdir? 3-ə. B 3-dürsə, A-nı taparam. A nəyə bərabər olar? 1 çıxılsın 3, mənfi 2. Deməli, A oldu
-2, B oldu 3. Baxıram 6-cı suala. 6-cı sualda A üstəgəlsin 2B bərabərdir 5. 3A üstəgəlsin B bərabərdir 10. Buradan deməli yazarıq A bərabərdir 5 çıxılsın 2B. Yerinə gətirib yazsam 3 vurulsun 5 çıxılsın 2B üstəgəlinsin B bərabərdir 10-a. Olacaq 15 çıxılsın 6B üstəgəlinsin B bərabərdir 10. Olacaq mənfi 5B bərabərdir mənfi 5-ə. 10-dan 15-i çıxdım. B də nəyə bərabərdir? 1-ə. B 1-dirsə A nəyə bərabərdir? 5 çıxılsın 2 vurulsun 1. Yəni A bərabərdir 5 çıxılsın 2, 3. A 3-dür, B 1-dir. A 3-dür, B 1-dir. A-nın qiymətini bura yazsam, B-nin qiymətini yazsam, görürəm ki 5 alıram. Necə? 3 üstəgəlinsin 2 bərabərdir 5-ə. Həqiqətən də ödəyir. 7-yə baxıram. 7-də 4x üstəgəlinsin y bərabərdir 12. 5x üstəgəlinsin 3y bərabərdir 8. Buradan deməli mənfi 3-ə vurub y-ləri aparmaqda olur, amma bizdən əvəz etmə üsulundan istəyir, düzdürmü? Nə yaza bilərik? Yazarıq ki y bərabərdir 12 çıxılsın 4x. Düz. Buradan y-i tapıram. Gətirib yerinə yazsam 5x üstəgəlinsin 3 vurulsun 12 çıxılsın 4x bərabərdir 8-ə. 5x üstəgəlinsin 36 çıxılsın 12x bərabərdir 8. 5x-dan 12x-i çıxıram. Mənfi 7x bərabərdir 8 çıxılsın 36. Mənfi 7x bərabərdir nəyə? Deməli, mənfi 28-ə. Buradan da x nəyə bərabərdir? 4-ə. X-i 4 tapdımsa, gətirib buradan y-i taparam. Y nəyə bərabərdir? 12 çıxılsın 4 4-ün, deməli, x-in yerinə 4 yazacağım da, düzdürmü? Olacaq 16. Y də bərabər olacaq mənfi 4-ə. X-in 4, y-in mənfi 4. Deməli, baxırıq 6-cı testdə. Yenə burada bizdən əvəz etmə üsulunu istəyir, düzdürmü? Test 6-da birinci sual. Verilib deməli x çıxılsın 2y bərabərdir 3-ə. 2x üstəgəlinsin 3y bərabərdir 13. Buradan x nəyə bərabərdir? 3 üstəgəlinsin 2y. Düzdürmü? Gətirib x-in yerinə bu ifadəni yazsam, olacaq 2 vurulsun 3 üstəgəlinsin 2y. Üstəgəlinsin 3y bərabərdir 13-ə. Vurub atsaq 6 üstəgəlinsin 4y üstəgəlinsin 3y bərabərdir 13-ə. Toplasam 7y bərabərdir 13 üstəgəlinsin 6, 19-a. Y nəyə bərabərdir? 19 bölünsün 7. Gətirib burada yazsam x nəyə bərabər olacaq? 3 üstəgəlinsin 2 vurulsun 7-də 19. Buradan da x nəyə bərabərdir? 3 üstəgəlinsin 7-də 38. Yəni belə qalacaq. Baxıram deməli ikinciyə. İkincidə verib ki 2x bərabərdir 2y minus 8. 5x üstəgəlinsin 2y bərabərdir 22. Biz deməli burada yaza bilərik ki, bu 2y-ə baxın, görürsünüz, eynidir. Yazaram 2y tapım da mən. 2y çıxılsın 8 bərabərdir 2x, düzdür. Buradan 2y nəyə bərabərdir? 2x plus 8-ə. Mən 2y-in yerinə gətirib bu ifadəni yazıb x-i taparam. 5x üstəgəlinsin 2x plus 8 bərabərdir 22. 7x bərabərdir 14-ə. 22-dən 8-i çıxacam. Digər tərəfə keçirək. X bərabərdir 2. X-im 2-dirsə, deməli y-i taparam. 2y bərabərdir 2-kin 4. 4 sayəsi 8. Yəni 2y 12-yə bərabərdirsə, y-im də 6 imiş.
Üçüncü suala baxıram. Verib x bərabərdir y çıxılsın 4. 2y üstə gəlsin 5x bərabərdir 22. Buradan elə bizə sağ olsun x-in qiymətini verib. Yerinə yazaram. 2y deməli üstə gəlsin 5 vurulsun y minus 4 bərabərdir 22-yə. 2y üstə gəlsin 5y çıxılsın 20 bərabərdir 22-yə. Düzdürmü? Deməli buradan nə alacağıq? 2y üstə gəlsin 5y çıxılsın 20 bərabər. Deməli 7y bərabərdir 42-yə. Y-im neçədir? 6. Y-im 6-dırsa, deməli x-im neçəymiş? 6 çıx 4. X-im da deməli 2 olarmış. Y-im 6, x-im 2. Baxaq, deməli 4-cü sual hardadır? 4-cü suala baxaq. 4-cü sualda y bərabərdir x çıxılsın 10. Mənfi 2y üstə gəlsin 3x bərabərdir 40. Buradan yenə bizə y-in qiymətini verib. Yazaram yerinə mənfi 2 vurulsun x minus 10. Üstə gəlsin 3x bərabərdir 40-a. Mənfi 2x üstə gəlinsin 20. Üstə gəlinsin 3x bərabərdir 40. Mənfi 2x üstə gəlsin 3x olacaq. X bərabərdir 40-dan 20-ni çıxıram. Qalır 20. X-im 20-dirsə, y-im də nəyə bərabər olacaq? 20 çıxılsın 10. Y-im də 10 olar. X-im 20, y-im 10. Deməli, baxaq. Deməli, 4. 5-ci sual hardadır? 5-ci suala baxırıq. Deməli, 2x çıxılsın 2y bərabərdir 6-ya. 5x çıxılsın 2y bərabərdir 21. Buradan, deməli, biz yenə 2y tapaq. 2y nəyə bərabərdir? Deməli, 6 çıxılsın, belə yazaq da, mənfi 2y bərabərdir. 6 çıxılsın 2x. Düzdürmü? Mənfi 2y-in yerinə gətirib bu ifadəni yazaram. 5x, deməli, üstə gəlinsin 6, çıxılsın 2x bərabərdir 21. Düzdürmü? 3x bərabərdir 15-ə. X də bərabərdir 5-ə. X-im 5-dirsə, deməli, x-im 5-dirsə, gəlin buradan da y-i tapaq. Mənfi 2y bərabərdir 6 çıxılsın 10. Düzdürmü? Mənfi 2y mənfi 4-dürsə, y-im də 2-dir. Y 2, x 5. Baxıram, deməli, 6-cı suala. 6-cı sualda x bərabərdir y çıxılsın 3. 2x çıxılsın y bərabərdir 12. Buradan bizə yenə sağ olsun x-in qiymətini verib. Yazaram yerinə 2 vurulsun y çıxılsın 3. Çıxılsın y bərabərdir 12. 2y çıxılsın 6, çıxılsın y bərabərdir 12-yə. 2y-dən bir dənə y çıxıram, qalır y bərabərdir 12, üstə gəlsin 6. Deməli, y-im olacaq 18. Y 18-dirsə, x nəyə bərabərdir? 18 çıxılsın 3. X-im da 15 olmuş olacaq. Deməli, neçənciyə baxırıq? 7-ci suala baxırıq. 7-ci sualda y bərabərdir 3x çıxılsın 4. 2x üstə gəlsin 2y bərabərdir 16-ya. Buradan y-in yerinə yazacağım nəyi? 3x çıxılsın 4-ü yazacağım. 2x üstə gəlinsin 6x çıxılsın 6 bərabərdir 16-ya. Düzdürmü? 8x bərabərdir 22-yə. Deməli, yazdıq nə? Y-in yerinə yazdıq. 3x çıxılsın 4-ü. Düzdürmü? 2x üstə gəlsin 6x çıxılsın, bura 8-dir. Çıxılsın 8 bərabərdir 16-ya. Olacaq 24. Buradan da x nəyə bərabərdir? 3-ə bərabərdir. X-im 3-dürsə, y nəyə bərabərdir? 9 çıxılsın 4. Y də 5 olacaq. Baxıram 8-ci suala. 8-də x üstə gəlsin y bərabərdir 5. 3x çıxılsın y bərabərdir 13.
Buradan elə x-lar gedir, y-lər gedir, düzdürmü? Qalır 4x bərabərdir. Toplasam nə olacaq? 18. Düzdürmü? Deməli. Və yaxud gəlin elə əvəz etməklə yazaq. Yaxşı. X nəyə bərabərdir? 5 çıxılsın y-ə. Gətirib yerinə yazıram. 3 vurulsun, 5 çıxılsın y bərabərdir 13. 15 çıxılsın 3y çıxılsın y bərabərdir 13. Buradan mənfi 4y bərabərdir. Deməli, bərabər olacaq nəyə? Deməli, buradan oldu 15 çıxılsın 3y çıxılsın y. 13-dən çıxacam 15-i qalacaq, mənfi 2. Buradan da y nəyə bərabərdir? 2-də 1-ə. Y 2-də 1-dirsə, x da bərabər olacaq 5 çıxılsın 2-də 1-ə. X-in bu ifadə, y-in bu ifadə. Baxıram, deməli 9-a. 9 hardadır? Bircə dəqiqə. 9-cu sualda deməli 2x üstə gəlsin y bərabərdir 6-ya. X plus 2y bərabərdir 9-a. Burada deməli biz yazaram buradan nə? X bərabərdir 9 çıxılsın 2y. Düzdürmü? Gətirib x-in yerinə bu ifadəni yazsam olacaq. 2 vurulsun 9 çıxılsın 2y. Üstə gəlsin y bərabərdir 6-ya. Düzdürmü? 18 çıxılsın 4. Y üstə gəlsin y bərabərdir 6-ya. Mənfi 3y bərabərdir 6 çıxılsın 18. Mənfi 3y bərabərdir mənfi 12. Y bərabərdir 4. Y 4-dürsə, yazıb x-i taparam. 9 çıxılsın 2 vurulsun 4. Yəni x nəyə bərabərdir? 9 çıxılsın 8. Yəni x-im neçəymiş? X-im 1-dir, y-im 4. 10-cu suala baxırıq. 10-cu sualda x üstə gəlsin 2y bərabərdir 8. 3x çıxılsın 4y bərabərdir 14. Buradan x nəyə bərabərdir? 8 çıxılsın 2y. Yerinə yazsam 3 vurulsun 8 çıxılsın 2y çıxılsın 4y bərabərdir 14. Və deməli 3 8-in 24 çıxılsın 6y çıxılsın 4y bərabərdir 14. Mənfi 10 y bərabərdir 14 çıxılsın 24. Mənfi 10y bərabərdir mənfi 10-a. Buradan da y 1-ə bərabərdir. Y 1-dirsə, x nəyə bərabərdir? X də bərabərdir 6-ya. X-im 6-dır, y-im 1. Baxırıq 11-ci suala. 3x üstə gəlsin, y bərabərdir 10. 2x plus 2y bərabərdir 4. Düzdürmü? Buradan y-in yerinə yazaram 10 çıxılsın 3x. Düz. Gətirib y-in yerinə yazsam nə olacaq? Olacaq deməli 2x üstə gəlsin 2 vurulsun 10 çıxılsın 3x. Bərabərdir 4-ə. 2x üstə gəlinsin 20 çıxılsın 6x bərabərdir 4-ə. Mənfi 4x bərabərdir 4 çıxılsın 20. Mənfi 4x mənfi 16-dırsa, x-im deməli 4-dür. X-im 4-dürsə, y-in nəyə bərabərdir? 10 çıxılsın 3 vurulsun 4. Y də bərabərdir 10 çıxılsın 12 mənfi 2. Y-in mənfi 2, x-im 4. Və sonuncu suala baxaq. 2x üstə gəlsin 2y bərabərdir 6. 3x üstə gəlsin 2y bərabərdir 5. Bu birincidən gəlin bunu biraz fərqli yolla həll edək. 2-ni çıxarsam kənara, x plus y bərabərdir 6-ya. Buradan x plus y-i nə tapıram? Deməli, x plus y tapıram 3. Düzdürmü? X plus y 3-dürsə, o zaman x bərabərdir 3 çıxılsın y. Gətirib yerinə yazacağım. 3 vurulsun, 3 çıxılsın y, üstə gəlsin 2y bərabərdir 5. Olacaq nə? 9 çıxılsın 3y, üstə gəlsin 2y bərabərdir 5.
Mənfi y bərabərdir 5 çıxılsın 9. Mənfi y bərabərdir mənfi 4-ə. Y 4-dür. Düzdürmü? Y 4 isə x nəyə bərabərdir? 3 çıxılsın 4. X da olacaq mənfi 1 olacaq. Deməli, x-in mənfi 1, y-in 4. Bu qədər uşaqlar. Zəhmət olmasa videonu bəyənərsiniz. Nəsə fikriniz, iradınız olsa şərh bölməsinə qeyd edərsiniz. Sağlıqla qalın.